Herkese salam. Bugün Türk mətbəxindən Kayseri yağlaması hazırladım. Bu yeməyi daha əvvəl bir neçə dəfə hazırlamışam və mənə görə ən dadlı alınan resepti sizlərə təqdim edirəm. İlk öncə xəmiri üçün 5 stəkan una, 1 yemək qaşığı quru maya, yarım çay qaşığı duz və yarım çay qaşığı şəkər tozunu əlavə edib quru halda qarışdırıram. Daha sonra bu qarışıma ilıq halda 1 stəkan süd, 1 stəkan su və 2 yemək qaşığı duru yağ əlavə edib yumşaq xəmir yoğururam. Xəmirim hazırdır. Üzərini örtüb mayalanmağa qoyuram. Bu arada qıymanı hazırlamağa başlayıram. Ətimi tavaya əlavə edib orta xodda suyunu buraxıb biraz bişməyini gözləyirəm. O bişənə qədər kənarda qıyma üçün 2 ədəd soğan və 2 ədəd pomidoru doğrayıram. Doğradığım soğanı və 1 çay qaşığı duzu ətə əlavə edib qarışdırıram. Soğan tam yumşaldıqdan sonra yağını vurub bir yerdə qovururam. Yaxşı qovrulduqdan sonra bura doğranmış pomidor, biraz sarı kök, istiot, duz və 4 yemək qaşığı ev tomatı əlavə edib qarışdırıram. Qıyma hazır olduqdan sonra 1 stəkan su vurub bir boğum qaynadıram və kənara qoyuram. Su vurmağımızın səbəbi yuxaları qıymanın yağında isladacağımız üçündür. Artıq xəmirim mayalanıb, keçirəm kündələməyə. Mənim ölçülərimdən 14 ədəd kündə çıxdı. Bu ölçülərlə 4 nəfər rahatlıqla doya bilər. Kündəmi servis edəcəyim qabın ölçüsündə yayıram. Bişirərkən tez-tez çevirirəm ki, yuxam belə gördüyünüz kimi qabarsın. Və son olaraq yuxa ilə qıymanı birləşdirmək qaldı. Yuxanı gördüyünüz üsulda qatlayıram, qıymanın yağında isladıram və üzərinə qıymanı əlavə edirəm. Bu üsulla 7 qatı tamamlayıram. 14 ədəd yuxadan 2 boş qab alınır. Yeməyi süfrəyə verməmişdən 5 dəqiqə qabaq yığın ki, qıyma soyumasın. Bu yeməyi hazır lavaşdan, yaxud mayalanmamış sadə xəmirdən də edə bilərsiniz. Lakin bu üsulla o qədər gözəl alınır ki, məncə sınamağa dəyər.